Sənə neçə dəfə demişəm ki, Qürbət müəllimin yemək yediyi yerdə yemək olmaz. Qürbət müəllim bilirsən ki, orada asatirin yiyir, orada qara ikra yiyir. Bəli. Sən də gətirib orada şey yiyirsən, çalafur. Mənim atamın otağında mən özüm icazə ilə girib çıxıram. Heç buna da icazə vermirəm oraya girib çıxmağı. Geç axırın dəfə olsun, geri. Oldu Möhbal müəllim. Buraya gəl. Get dur orada kücdə, ha sən mən sənə icazə versən onda gidersən. Get dur. Sən bilirsən burada nə oyunlar çıxarır burada? Olmaz da. Möhbalı, o dəfələri yaxşıdıma düşdü. Qürbət müəllim sənə nələr dedi, ağzından çıxanı dedi. Nə dedi? Deyirəm, ayıb deyə. Hərdən sənə yazığım gəlir. Deyirəm, o sənə dediyi sözlərlə aldığın maaş heç düz gəlmir. O sənə az maaş verir. Deyirəm, siz nə əcəb əvvəlcədən razılaşmışsınız ki, o sənə nələr deyir, şəxsiyyətivə toxunur. Heç olmasa maaşı danışardı, artırardı da. Əvvəla Qürbət müəllim mənim atamdır. İkincisi ata ilə balanın söhbətlərinə sən girə bilməzsən. Kim sənə ixtiyar verib? Mənim atamın söhbətinə qarışasan. Prosta deyirəm, ayıb deyir ki, kişisən. Ata oğlu damlayar da, əzizləyər də, bu aramızda olan şey qohumluq. Təqqir edir səni. Təqqir eləmə. Təqqir. Nə oldu? Bir gedəyim. Hər bir insana şərəf, şöhrət ilə şan atadır. Başa taz, qəlbə fərək, təxt-ü Süleyman... Acan. Yo, əziz atam, elə bil ki, mən üstü başımı düzəltdim sizlə danışanda biraz rəsmi olsun. Bəli, maşınınız xarab olub, yolda qalmışsınız. Vay. Bibilərim qurban olsun sizə. 5 dəqiqə özümü çatdıram oraya, atacan. Ata! Gəlirəm ata, gəlirəm. Vay. Deyəm. Sakinə. Tam qaldı yolda. Mənə bax, gör nə deyirəm, mənim atamın maşını xarab olub. Mən zəmbul ki, oğlu kimi təcili mənim yanımda ol. Mən gedib atama kömək eləməliyim. Sən məni burada əvəz eləyə bilərsən də, hə? Mehbala, deyirəm, sən yekə kişisən, bir özünə hörmət elə də. Nə olub ki? Xəbərim var ki, evdəkilər sənin qulağıma tıxacağı pambıq alıb qoyublar evə. Ayıb deyir, bu qədər də yox da. Ədə, Qürbət müəllimin ən yaxın adamı mənəm. Özüm gələcəm ona dalacaq. Kim deyir ki, Qürbət müəllimin yaxın adamı sənsən? 20 ildir mən o mənə atalıq eləyir. Mən Qürbət müəllimi rememmə telefon taxan vaxtlarından tanıyıram. Qürbət müəllim mənlə o qədər yaxındır ki, heç otaqda əyninin dəyişində mənə demir ki, tutsa da. Elə mənim yanımda dəyişir eləyir. Doğrudan? Amma mən Qürbət müəllimdən hamamda olmuşuq. Bir kisədə olmuşuq. Sən olmamısan, mən yaxınam sən, mən. Mən kisədən qorxuram, ona görə getməmişəm. Kisədə olublar bunlar. Tez ol, məni əvəz eləyə bilərsənsə, mən gedim ata gözləyim. Özüm. Görürsən, atamın qəlbinə bir şey olmayıb indi bir dəqiqə. Nəz narahatam. O kişiyə bir şey olan kimi ürək döyüntülərim artır. Özüm gedəcəm, bir kəlmə. Açar. Mən açarı hara qoymuşam? Nə oldu? Mənim açarım yoxdur. Maşınımın açarı hanı? Bəyaqları sən o mətbəxdə çörək yiyəndə stolun üstündeydi. Stolun üstündə? Orada qalıb yəqin, hə? Açar. Ay ataş, sən Mehbalı ilə davana gəlmək istəyirsən, hər bir insana şərəf, şöhrət ilə şan atadır, başa taz, qəlbə fərək, taxt-ı Süleyman atadır. Gedim görüm atam oradadır. Bəli, salam aleyküm. Bəli. Bax gör nəyi var, işim gücüm var, tez elə. Bəli, bax. Dayanır bir də Xeyrullah sən mənim maşınımda. Xeyrullah hansı Xeyrullah qurban? Deyirəm Xeyrullah mənim maşınım səndədir. Sizin qardaşınız hardadır? Sizin qardaşınız bu dəqiqə. Bax ki, deyirəm Xeyrullah mənim maşınım səndədir. Bu avtomobil. Hə. Əziz atam, gözəl şəxsiyyət. Hə. İcazə verin sizin əllərinizi öpək. Bax ki, keçkinə söhbətə. Bu maşın Ataşdaydı. Ataş? Ataş deyil, bəli. Onda Xeyrullah. Dedim də Ataşın əlindən aldım. Öz şəxsi mənafe üçün maşınızdan istifadə edirdi. Yaxşı, Mən sizə bir sözüm, öz aramızda qalsın. Şey kimi çıxmasın da, xəbərçilik kimi çıxmasın. Yoldaşı da sizin bu maşından istifadə edir. Niyə? Aldım əlinə ki, bu şirkətin maşınıdır. Bu sənin dədəvin avtomobili deyil. Bu mənim atamındır. Hər bir insana şərəf, şöhrət ilə şan atadır. Bildik. Qutar. Ata icazə verin, sizə bir kostyum gətirim, hədiyyə verim. Ay kişi, lazım deyil sən mənə kostyumun. Bax gör nəyi var, bu çıxın gedim işim gücüm var. Bu maşının nəyi var? Hə. Bu maşının 4 təkəri var. Bir ruldan istifadə olunur. D var, P var, sonra müəyyən şeyləri var maşının. Bax gör nəyi var onun. Bax işte bir də baxım görüm nəyi var. Qürbət müəllim, ona bir sual verin, maşın demişkən. Bu Sandra də yaxşı gəlir əldə eləmək olur. Nə?
Təxmin necə? Sən elə bilirsən ki, elə Qürbət müəllim təkcə elə zavod müdürüdür. Bəli. Mən əsas gəlirim Santraytdan da. 15 dənə belə maşınım var mənim. Oo. Gör nə deyirəm. O kətdə kəsəkdə Bəli. gör tapa bilərsən, gətirginən işləsin də. Baş üstə. Mən çalışıb düşərəm bu söhbətin üstə. Ha. Qovumda, əqrəbədə kim var, götürüb gələrəm burada. Şey gəlsin. Hər ay 1000 manatdan yuxarı maaş. 1000 manatdan yuxarı. Bəli. 300 manat da bonus. Daha nə istəyir? 3 manatda bonus. Denən gəlsin işləsin. Baş üstə mən qovum əqrəbədə deyim. Səs alaram. Bax buna bax. Mənim canım qutarsın, qutar. İşim gücüm töküb qalıb, qutar görüm. Bir dəqiqə hasat deyim, Qürbət müəllim. Mən baxıram da bir dəqiqə, bir dəqiqə. Ata! Bax görüm, qutar görüm. Qürbət ata! Nə oldu? Nədir gəlin? Lox. Canım ata! Qürbət ata! Nə olur? Bir sən çatma. Nə deyir? Nə oldu? Ben sənin qovan Nə var. olur? Qürbət ata! Sənə gələn mənə gəlsin. Amin. Sənin maşında gələn mənim maşıma gəlsin. Sənin itinə gələn mənim itimə gəlsin. Sənin qaynatına gələn mənim qaynatıma gəlsin. Sənin qıraqda saxladığına gələn mənim qıraqda saxladığım... Məndə yoxdur axı qıraqda saxladığım. Mənə gəlsin, o da mənə gəlsin. Quşlama, Mənə gəlsin. sənin mənim saxladığımdan nə işi var? Geç ora görün. Gözəl görsən. Kes gətirə nə olub? Mən ona görə üzr istəyirəm. Deyin görüm də sən də görüm nə olub, nədir, nə xəbər gəlir? Qürbət müəllim, mən özüm maşını açaran tapa bilmədim. Ona görə özüm qaça-qaça gəldim. Üzürlü sayın. Qürbət müəllim, mamanın əziz canı üçün bu yalandan danışır. Atacam. Mən buna dedim gedək. Özü bilərəkdən gəlmədi. İnsanın bir müdürü olar. Sən öyrətmirsən bir çox müdürlərlə işləməyə. Amma bu insan mənim atamdır. Mən hər gecə atamın şəklinə baxmasam yata bilmirəm. Elə gün olub ki, mən sizin şəklinizə baxmamışam. Səhərə ki, mən hönkür-hönkür, gildir-gildir mənim gözümdən yaş gəlib. Əgər mən yalan deyirəmsə, Qürbət müəllim, keçin mənim üstümdən. Aya dur ki maşına bax. Keçin mənim üstümdən. Vay. Mən hər gün şey hazır atamı Dur ayağa gördüm. tutar maşına bax yine işim gücüm var. Vay. Nə yaxın? Dur maşına bax yine gör neyi var bunun. Bu yığın özü atan əlinizdə olar əzə atam. Dur da. Utanmır. Bildi. Ata bir balaca şalvar sizin yolunuzda partladı. Qürbət müəllim. Evi yox. Özün üstünə. Utanmır. Ay gözü yaşıma başıma bax. Ayıb diye, ayıb da. Da bu kadar da yok da. Elə ki yox. Orada mən varam. Bil onu qəbir evinə kim mən varam orada. Ora heç kim daxil ola bilməz. Hara? Necə hara ürəyinə? Mən ona sürüküb girərəm. Heç bax mən ona imkan vermərəm. Sən çox tərbiyəsiz adamsan. Kifir, bəcər insansan sən. Qürbət müəllim, mən sizə qurban olaram. Qürbət müəllim, mən sizə o qədər çox istəyirəm. Qürbət müəllim, siz mənim nə bilim anamsınız. Aya ne ana ne zat. Derim maşına bakın kutarım benim işim gücüm var. Qüdrət müəllim, olar. Mən sənə görüm. Mən burada bir detallı bayaqdan müşahidə edirəm. Əziz atam. Burada bir detal var. Çox xahiş edirəm. Müqəddəs əlinizi o detala sürtüşdürün. Hansıdır? Bu detala sürtüşdürün. Bəli. Mən özüm də vura bilərəm əlimi. Amma mənim əlim o mübarək əl deyil. Amma sizin əliniz o mübarək əl. Lazım olsa verərəm. Özüm toka verərəm sizə görə. Sürttüm elimi detala. İcazə verin o əl detalı tutan parmaqlarınızdan öpüm. Ne sene kör şeytan. Siz kurtaracaksınız ben çıkım yedim cehennem oğlum işimi gücümden alın. Bir dəqiqə, mən bir dəqiqə o xotib. Əlinizi Yeni tezele. detala sürtüşdürün. Da sürtürəm də tezele. Mən bir səbəb qışqırmayın mənim üstümə. Mənim üstümə, mən sizi bilirsiniz, necə çox istəyirəm. Mən bu günləri iç paltarımı yaş-yaş giyinib gəlmişəm ki, işə gecikməyim. İnanırsın, bir atapeli ilə sökənib qurudmuşam onu. Yalansa türkü. Tüstü çıxırdı məndən. Elim yapıştı burada kutar git kodla görüm. Əlim yandı da siz bu dəqiqə, bir dəqiqə. Əziz atam. Ona çox inanmayın. Sen de deyin görüm. Müəllim, mən sizi o qədər çox istəyirəm. Hər gün dualar. Buyurun, kodlandı. Şükür. Kodlandı əziz atam. Şükür. Buyurun ata. Gördün necə kodlandı. Çünki gördüm, siz gördüm. parmaqlarınızı ora sürtüşdürdünüz. Əziz ata, burnunuzu da tuta bilərsiniz ora. O bir iki dənə orada detalı dəyişilməz. Əlimiz batıb çox batıb. Gedirsiniz ora bura kimsə görər. Sən keç ona özün. Verin bunu. Onu mən belə. Sağ ol. Mən deyə bilərəm də. Dayan görüm, dayan görüm. Sağ ol Aymək baba, sağ ol. Çok Elin kolun var olsun. Çok sağ ol. Bu ayda senin maaşı artıracağım. Teşekkürüm ata. Mən sizə bir söz deyim əziz atam. Mən lazımdır. Mən keçən dəfə oturub hesablamışam arvadla bir yerdə. Mən baxıram bütün biz xərclərimizi verəndən sonra maaşımızda 200 manat artıq qalır. Əksinə mən o 200 manatı gətirib şirkətimizə qoymaq istəyirəm. Qoy atam infeksiyaya uğramaz. Bir şey, Qürbət müəllim, mənim maaşımdan 200 manat çıxım. Əskiyi verin. Mənə xoşdur. Ne falan sen ondan da yaxşına layıqsan. Məni çox istəyirsiniz. Onda orada mənə balaca bir yer ayrılın. Mən də hərdən oturum orada. Hadi orada yer yoxdur. Niyə yoxdur? Özüm oturub orada şeylənirəm də. Mən o böyürdən girənmərəm orada. Heç vaxt Qürbət mənim ürəyində ancaq mənəm. Yer yoxdur, narahat olma. Ev yox. Ata, amma mən də bir gün özümü orada görürəm. Heç vaxt. Mən bir gün qaçaraq hoppanacam ora. İmkan vermərəm. Mehbalı sen onsuz da benim ürəyimdəsən. Yaxşı. Ben gedim sizə yaxın maşınla sizdə.
Dayan ya. Mənim maşınım səndə xeyir ola. Hə? Birini özün götürmüsən, birini arvada vermirsən. Bravo. Hə? Bravo. Xeyir ola. Hə? Nə qürbət, hə? Nə qürbət? Nə qürbət, hə? Nə qürbət? Nə qürbət? Hə? Bax, bu sənə deyirəm. Buyurun. Səndən onsuz da mən yığıram. Bəli. Sənin maaşından kəsib verəcəm Mehbalıya. Çok sağ olun. Teşekkür ederim. Atayı da verin. Hoppanı. Sen özün yaş yaparmışsın. Atayı da verin. Hoppanı. Ben razıyım. Kesin maaşımı ama özünüze götürün. Hiç kime vermiyor. Sağ ol, aşağı. Gördün adamı ne hala koydular. Çok sağ olun Aziz atam. Hə. Sağ ol. Sağ ol, Mehbalı. Ben, Gözün olmuşsun. ben gözüm üstü ata. Aziz ata. Ata akşam eve tez gel. Mamam darıklı. Çatanda kuzu bakın. Peki atam bilir ben bilirim. Ben atamın soyadını taşıyıram. Ne olur? Olacaq Türkiyə, mən Özün görürəm. sen Türkiye. Gör mən neyim. Ata bilir ben bilirim. Ata!